Arkadaşlar, her vaxtınız xeyir. Video rekord zamanı kəsinti oldu. Biz 23-cü sualda qalmışdıq. İndi isə 24-cü sualdan etibarən davam edirik. Burada 24-cü sualda bir cədvəl nümunəsidir. 4 ilə 7-nin cəmi 11, 3 ilə 8-in də cəmi 11, 7 ilə 6-nın cəmi 13, 8 ilə 5-in cəmi 13. Sol ikisinin cəmi sağ ikisinin cəminə bərabərdir. 25-ci sualda isə deməli vur 2, vur 2, vur 2, vur 2 gedib. Vur 2, vur 2. Aşağıda isə böl 2, böl 2, böl 2, böl 2 gedib. Burada vur 3, vur 3, vur 3, vur 3 gedib. Onda nə olacaq? Aşağıda da böl 3, böl 3 məntiqi gedəcək. Çox sadə sualdır. Burada böl 7-dir. Burada böl 3, böl 3, böl 3, böl 3'dür. Cavab elə budur. Sonra 26-cı sual çox çətin bir cədvəldir. Dünən biz onlayn dərsimizdə 100-ə yaxın tələbə ilə bu sualı 2 dəqiqəyə yaxın fikirləşdik və nəhayət bir tələbə düzgün cavabı elan elədi. Baxın, 2-nin kvadratı eləyir 4. Üstünə gəlirlər 2 ilə 8-in hasilini. Yəni 16. Eləyir 20. 5 ilə də 4-ün hasili eləyir 20. Çox absurd sualdır. Baxın. 3'ün kvadratı 9. Üstüne gel 3 vur 9. 9 27. Elədi 36. 6 vur 6 36. Burada da 2'nin kvadratı üstə gel 2 vur 4. Yani 8. Eləyir 12. Nələrin hasili 12 eləyir? 3 ilə 4'ün. Bence çətin sualdır. 27-ci sual. A ilə B'nin hasili 56'dır. A vur B 56'dır. C ilə B'nin hasili ise 128'dir. A ilə C'nin cəmi isə 46'dır. Yoldaşlar A ilə B'nin hasili 56'dır və B ilə C'nin hasili də 128. Nə ola bilər bu? 56'nın vuruqlarını düşünsək, ola bilər. 14 vur 4 elə veya 7 vur 8. Amma məsələn biz 7 vur 8 götürsək, B'ni 8 götürsək, 128 8'e bölünür. Amma C ilə A'nın cəmi 46 vermiş. Amma 14 ilə 4 götürsək, 14 ilə 4. Bu zaman B 4 olsa C'de 32 olur. Avtomatik A ilə C'nin cəmi 14 ilə 32'nin cəmi 46 verir. Deyərsin müəllim niyə tapmaca kimi əldə edirsən? Daha fərqli üsullar var. Bizim kanalımızda yüzlərlə video var və mən minlərlə dəfə bundan danışmışam. Mən indi sizə biraz daha optimal variantlar göstərirəm. Rəsmi üsulu bunları tərəf-tərəfə bölməkdir təbii ki. Deməli, B'nin də 4 olduğunu bildik. Cavab Y variantı. A 14, B 4 olsa C 32, B də 4 olur və avtomatik bütün tənliklər ödənir. Bu sualı bayaq sizə ilk videoda sərbəst sual kimi verdim. Kim baxmayıbsa ilk videoya qayıdıb baxsın. Bunu skrin eləyin və buradakı 3 bucaqları sayın. Çox sadədir, asan həlli var. Bu son iki sualda baxaq, yekunlaşdıraq. Mən vurğuladım. Sonuncu qəbulun çətin suallarını videolar şəklində hissə-hissə, bir video, iki video olaraq YouTube'a da yerləşdirəcəm. Webinar da eləyəcəm 5-ci gün axşam saat 11-də. Orada yerləşdirəcəm. Webinarımıza cəmi 500 nəfər qoşula biləcək limitimiz var. Zoom üzərindən 500 nəfəri qəbul eləyə bilirik. Sonuncu webinarımızda 498 nəfər onlayn, 16 nəfər isə əyani şəkildə qoşulmuşdu və 500-dən artıq tələbə ilə webinar təşkil edib onlarla müəyyən məsələləri, misalları danışmışdıq. Burada yoldaşlar istehsal həcmi verilib tonlarla, yuxarıdakı dövr üzrə orta illik belə deyək, həcmi soruşur. Təbii ki, toplayıb illərin sayına böləcəksiniz. Sadə bir sualdır. Bunda keçirik sonuncu suala. Fırlanma sualı. Yoldaşlar bu fırlanma sualında gördüyünüz kimi sol və sağ tərəf dairəvidir. Bura isə kəskindir. Deməli biz bura üzərindən hərəkət edə bilərik. Bura yuxarı baxır. Həmin o hissə buradadır. Bax saat sanki burada 12'ye baxır, burada 11'e. 12'den də 11'e kimi düz 11 saat var.
Hər saatda 30 dərəcə. Deməli, burada təxminən 330 dərəcə fırlanma var. Burada isə fikir verin, bu ən böyük şüası günəş şüası. Bura qarada, bura qırıqda isə buradadır. Təxminən 30-40 dərəcəlik fırlanma var. Buna da 40 dərəcə yazıram. Fırlanma saat istiqamətində olur. Əgər bir dəfə ox sağa, bir dəfə sola baxırsa, deməli bu 180 dərəcə fırlanmadır. Yəni əks istiqamətə baxırsa. Yuxarı, aşağıda ola bilər. Fərqi yoxdur. Dördüncü sualda bax bu gombul hissə baxır bura. Burada isə baxır bura. Buna təxminən neçə dərəcə deyək? Gəlin daha başqa yerindən xətt çıxardaq. Biz hardan buradan xətt çıxartsaq və bu tərəfə paralel xətt çıxartsaq, həmin tərəf buradadır. Orada da belə xətt çıxartsaq, təxminən 90-dan biraz böyük bucağa. Sanki 100 dərəcəlik bucağa oxşuyur. Və nəhayət sonuncu fiqurda da ən kəskin hissə buradır. Buradan belə bir xətt çıxartsaq, burada da buradır. Qaradan qırığa getsək, təxminən 270 dərəcəlik bir bucağa oxşuyur. Biz bu bucaqları azalma sırasında düzəndə 1-dən başlamalıyıq. Sonra 5, 3, 4 və 2. 1 ilə başlayıb 2 ilə bitən yalnız A variantı var. Bu qədər. Kanalımızdakı digər videoları da izləyərək imtahana daha hazırlıqlı gedə bilərsiniz. Sizə uğurlar arzulayıram. Sağ olun.